Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Növbəti mövzuya keçid alırıq. Göytürk dövlətləri. Birinci və ikinci Göytürk dövlətindən danışacağıq. Burada da iki mövzunu birləşdirib bir yerdə izah edəcəm. Çünki bir-birinə əlaqəli mövzulardır. Keçid alırıq mövzumuza. Və birinci, ümumiyyətlə Göytürklər kim idi? Hun mənşəli tayfaları idi. Yəni Hun mənşəli Aşina nəslindən idilər. Bəli. Və Altay dağlarının ətəklərində yaşayırdılar. Və türk mənşəli Jujan, yəni Avar da deyə bilərsiniz, Avar dövlətinə tabe olmuşlar vaxtilə. Və birinci Göytürk dövləti, bu arada bu birinci Göytürk dövlətinin, həmçinin ikinci Göytürk dövlətinin ərazisini görürsünüz, nə böyük ərazilərə sahib olub. Və birinci Göytürk dövləti 552-ci ildə Bumun Xaqan Jujanları məğlub edib, paytaxtı Ötükən şəhər olan birinci Göytürk dövlətinin əsasını qoyur. Və bu arada Göytürklər Türk adını daşıyan ilk dəfə rəsmi dövlət adı olaraq qəbul etmişlər. Bumun Xaqandan sonraki hakimiyyətə gələn hökmdarlar olur, həmçinin onlar da dövlətin ərazisini xeyli genişləndirirlər. Və idarəetmə sisteminə baxalım. Türk dövlətlərinin ərazisi böyük olduğundan idarəetmək biraz çətinləşirdi və şərti olaraq iki hissəyə ayrılırdı. Az öncə dedikdə biz qərb və şərq. Görürsünüz, burada da qeyd olunub şərq hissəsi və qərb hissəsi. Və əsas hissəyə Xaqan, digər hissə isə Xaqan nəslindən olan məşhur bir sərkərdə idarə edirlər. Məsələn, Xaqanın ən yaxın adamı ola bilər bu. Dövlətin şərq qanadına Bumun, az öncə xəritədə göstərdim. Qərb qanadı isə Yabqu başçılıq edirdi. Yəni Yabqu titulu daşıyan qardaşı idarə edirdi və Yabqu dövlətdə ikinci şəxs sayılırdı. Yəni Xaqandan sonra dövlətdə ikinci şəxs kim idi? Yabqu və Muğan Xaqan. 553-cü ildə Bumun Xaqandan sonra hakimiyyətə gəlir və dövlətin ən qüdrətli çağı olur. Atası Bumun Xaqan kimi Jujanlarla müharibə aparır və onları ölkədən qovmağa nail olur. Və Çini və bir sıra qonşu dövlətləri də aslava salır. Dövlətdə ikinci şəxs sayılan Yabqu var idi və o Yabqudan biri də kim idi? İstəmir Xaqan. Və İstəmir Yabqu nə edir? Xəzərləri tabe edir. Bizans üzərinə uğurlu hücumlar təşkil edir, amma buna baxmayaraq yenə də diplomatik münasibətlərə üstünlük verir. Bunun da səbəbi var idi. Səbəb o idi ki, həm eyni vaxtda Bizanslılar, həm də Göytürklər Sasanilərlə müharibə aparırdı və ona görə də elə burada neynirlər? Diplomatik münasibətlər yaradırlar və ortaq düşmənləri olan Sasanilərə qarşı mübarizə aparırlar. Və bunun da səbəbi nə idi? Həmçinin Sasanilərin bu həm Bizans, həm də ki Göytürklərin belə deyim də mühüm ticarət yollarını məhdudlaşdırmışdılar. Və Göytürklər vaxtilə Sasanilərlə mübarizə apardı, sonradan isə müttəfiq olurlar. Yəni gah müttəfiq olurlar, gah bu münasibətlər pozulurlar. Və 567-ci ildə hər iki dövlət, yəni Göytürklər və Sasani birləşmiş qüvvələri Axund dövlətinin arasını ələ keçib öz aralarında bölürlər. Biz bunu Axund dövlətində izah etmişdik. Lakin çox çəkmir, yenə də bunların arasında müttəfiqlik münasibətləri pozulur, narazılıq yaranır və nəhayət müharibəyə gətirib çıxarır. Səbəb də nə idi? Yenə də ticarət yolları məsələsi idi. Yəni Sasanilər bu Göytürklərin mühüm ticarət yollarını məhdudlaşdırırlar. Plus da İstəmir Xaqan Sasanilərə deyir ki, siz əvvəllər Axundlara ödədiyiniz xəracı, illi vergini artıq bizə ödəməlisiniz. Və bu da nəyə gətirib çıxarır? İki dövlət arasında müharibəyə. Və Göytürklər qalib gələrək Soqdiana vilayətini ələ keçirirlər. Göytürk dövlətinin zəifləməsi və dağılmasına nəzər salır. Demək, az öncə biz vurğuladıq ki, imperiya böyük idi, geniş idi, idarə etmək çətinləşir. Həmçinin varislər arasında hakimiyyət üstündə mübarizə, sonra bu anaları Çinli olan şahzadələrin Çinlə yaxınlaşması. Bax, problem bax buradadır. Gedirlər, Çin qızlarını alırlar, bu türk hökmdarlar ya şahzadələrin. Və problem oradan yaranır. Nə idi? Çinlilər gəlirlər, bu türklərin daxili işlərinə qarışırlar. Həmçinin bu Çinlilərin dini ki var idi, Buddizm dini. Bu türklər də götürüb bunların da dinini qəbul edirlər, ölkə arasında Buddizmi yaymağa başlayırlar. Bunlardan da biri məxsusən Tapoxan idi. Və ölkədə burada narazılığa gətirib çıxarır. Və 588-ci ildə dövlət iki yerə parçalanır, qərb və şərq türklərinə. 7-ci yüzilliyin 30-cu illərin şərq türkləri süqut edir, yəni Göytürkləri. 50-ci illərində isə qərbi Göytürk dövləti süqut edir və daha doğrusu Çindən asılı vəziyyətə düşüb sonra süqut edirlər.
Və sonradan bu Qərbi Göytürk dövlətinin yerində Xəzər xaqanlığı yaranır. Axı bizdə deyir Xəzərlər Göytürklərin varisləri hesab olunurdular. Onlar da Aşina soyundan idilər. Və Çin əsarəti ilə barışmayan türklər 639-cu ildə Kürşadın başçılığı üsyan qaldırsa da sonunda üsyan məğlub olur. Və bir neçə il sonra Qutlu xanın rəhbərliyi altında 682-ci ildə türklər yenidən üsyan qaldırır Çinə qarşı. Amma Kürşaddan fərqli olaraq bu dəfə türklər qalib gəlirlər. Və Çin əsarətindən xilas olaraq 682-ci ildə Qutlu xan tərəfindən 2-ci Göytürk dövlətinin əsası qoyulur. Paytaxtı Ötükən şəhəri. Həmçinin buna Qutlu xana Eltəriş xan da deyirdilər. Və yaxud Eltəriş. Amma bu nə edir? Özündən öncəki türk hökmdarlarına fərqli olaraq Çin qızları ilə deyil, türk qızları ilə evlənmək üstünlük verir. Bəli. Bax, bu çox ağıllıdır. Bilirdik ki, Çin qızları ilə evlənsə, Çinlilər yenə də türklərin daxili işlərinə qarışmağa başlayacaq. Bu çox ağıllıdır. Və bununla da Çinlilərin türk idarəçiliyinə müdaxiləsinin qarşısı alınır. Təbii ki, bu dövlətin idarə etməsində bunun ən yaxın köməkçisi Tonyukuk var idi. Baxmayaraq ki, özü əslində Çinli idi, amma türk hökmdarının ən sadiq vəziri və köməkçiləri olmuşdu. Və buna tapşırılmışdı ki, ordunun və diplomatik işlərin təşkilində ən səlahiyyətli şəxs kimi. Bəli, Qapağan xaqan. İltərsin ölümündən sonra onun oğlanları az yaşlı olur, yəni Küldüçinlə Bilgə. Ona görə də bu hakimiyyəti özəl alır. Amma təbii ki, Bilgə və Küldüçin də dövlət idarəçiliyində belə deyimdə Qapağan xaqanla yanaşı dövləti idarə edir və təcrübə qazanır və daha da möhkəmlənir dövlət. Bəli. Və Qapağan xaqanın hakimiyyəti ilə 2-ci Göytürk xaqanlığı daha da güclənir. Ondan sonra Qapağan xaqan ölür, hakimiyyətə Bilgə gəlir, yəni İltərisin oğlanlarından biri. Və 2-ci Göytürk dövlətinin ən yüksək inkişaf mərhələsi hesab olunur bu. Dövlətin möhkəmləndirilməsində qardaşı Gültekin və Tonyukuk böyük rol oynayır. Və bunun dövründə artıq Mərkəzi Asiyada olan türk tayfaları buna dövlətə tabe edilir. Və Çin üzərinə uğurlu səfərlər təşkil edir. Həmçinin Çin asılı vəziyyətə salınır sonradan. Və 8-ci yüzilliyin 30-cu illərində həm Gültekinin ölümü, həm Tonyukukun ölümü artıq dövləti zəiflədir, xaqanlığı zəiflədir. Və şahzadələr arasında hakimiyyət uğrunda mübarizə dövlətin vəziyyətini daha da ağırlaşdırır. Və 744-cü ildə Uyğurlar tərəfindən qiyam qaldırılır və 2-ci Göytürk dövləti də süquta uğrayır. Sağ olun, hər birinizə uğurlar.